Allah neynəsin ki, insan bağışlansın? Hər işi görür Allah. Digər aylar da, günlər də Allahın günüdür. Amma nə üçün Allah müəyyən aylar qərar verib ki, bəlkə bəndəm o aylarda verdiyim artıqlaması ilə verdiyim nemətlərə görə, bəxşişlərə görə mənə üz çevirsin. Mübarək Rəcəb ayı Allaha daha yaxın olmaq və onunla daha yaxın rabitə qurmaq üçün əlverişli bir fürsətdir. Bu ay özünü islah ayıdır, özünü tərbiyə ayıdır, özünü dərk ayıdır. Bu ay elə bir aydır ki, bu ay Allahla bağlı aydır. Şəhrullah, Allah ayı. Bu elə bir aydır ki, özünü tanıyan, Rəbbini tanıyan, ilahi övliyalar məhz bu ayın intizarını çəkiblər, göz yaşı ilə, ağlaya-ağlaya. Nə üçün? Nə üçün intizarını çəkirlər? Nə üçün bu qədər ağlayırlar bu ay üçün? Buna görə ki, bu ayda Allaha biraz da yaxınlaşacaqlar. Ona görə ki, bu ayda biraz da ruhları gündəmdə olacaq, ruh tərəfləri, fitrətləri gündəmdə olacaq. Ruh, qəlb Allaha yaxınlaşacaq.